Bura bir də indi video qoyuram, ona baxın. Baxın, biraz baxın. Gördünüz, neyse. Sonra gedib onun özünə baxarsınız. Bu video 4 milyon falan bəyənildi, belə baxışını demirəm. İndi bu günəşi görürsünüz. Üzümə vurur. Deməli, dünən bu vaxtda hava çox darıxdırıcı idi, bilən bilir. Neyse, ürəyimdən belə bir şey keçdi ki, günəş buludların arasındaydı. Bir dənə qəşəng günəş tutulması olsaydı, baxardım. Heç görməmişəm bu yaşıma qədər. Axşam üstündən 3-4 saat sonra baxıram, görürəm. Başqa bir ölkələrdə günəş tutulması olub və millət də onu qəşəng çəkir. Əməli başda ay günəşin qabağına keçir. Gündüz vaxtı gecə olur. Neysə. Ax, ben bunu bayağı istəmişdim dedim. Mən görmək istədiyimi cəmaət görə bilir. İlahi, nə bilim. Bizi necə bir coğrafiyada yaratmışsan ki, belə təbiət hadisələrinə belə həsrət qalmışıq. Bu coğrafiyadan çıxa bilməmək ayrı temadır, amma bu coğrafiyada elə şeylər görə bilməmək də ayrı temadır. Görmək istəyirəm. İlahi, indi bunu bilib mənə zəlzələ göndərmə. Duam tərsidə olmasın. Amma doğrudan niyə maraqlı şeylər başqa ölkələrdə olur, bizdə olmur? Bu nə coğrafiyadır? Yəni nə sağdan yarayırıq, nə soldan yarayırıq. Uşaq vaxtı bir dəfə ay tutulmasına şahid olmuşam. O da ki, gecə saatlarındaydı. Nə edirdilər? Qazanla, çəpçir deyirik də biz o qazanı qarışdıran falan, alüminium olan. Onlar vurdular bir-birinə. Gecə bütün qonşulardan səs gəlirdi. Nə üçün? Güya ki, bu səs ayın atılmasına kömək olur. Ne alaka? Ne alaka? Allah Allah. Neyse, istedim bu qəlb sıxıntımı sizinlə də bölüşəm. Bir görəmədik, bir ağız dadıyla bu yaşımıza qədər bir günəş tutulması sən də görə bilmədik.